Hər kəs salam, bu günlər sizinlə 7-ci sinif biologiya KS7 nümunəsinə baxacaq. Başlayaq. Birdə deyir ki, aşağıdakılardan hansı qida zəncirində istehsalçıdır? İstehsalçı yəni qeyri-üzvi maddələrdən üzvi maddələr hazırlayanlara deyilir. Bunlara isə bitkilər aiddir. Birdə B, ot. 2-də deyir ki, qida zəncirinin ilk halqasını təşkil edir. Cavab produsent. Çünki produsent bitkilərə aiddir. Yəni ki, B. 3-də deyir ki, aşağıdakılardan hansı produsentdir? Bitkilər produsentdir. Balıq və gəmiricilər konsument, göbələklər isə redusentdir. 4-də deyir ki, qida qalıqlarını minerallaşdıran hansıdır? Bitki qalıqları heyvan cəsədi ilə qidalanan canlılara detrivorlar deyilir. Onlar isə redusenti təşkil edir. Həmçinin bakteriya və göbələklər, onlar da redusentə aiddir. 4-də A olacaq. 5-də deyir ki, şirin su ekosistemlərini seçin. Su ekosistemləri 2 yerə bölünür. Dəniz su ekosistemləri və şirin su ekosistemləri. 1 və 2 dəniz su ekosistemlərinə aiddir. 3 ilə 4 heç birindən əlaqəsi belə yoxdur. 5 və 6, yəni su anbarı və çay isə şirin su ekosistemlərinə aiddir. Deməli, burada cavab 5 və 6-dır. 6-da deyir ki, suyun dib hissəsində yaşamağa uyğunlaşan canlılar hansılardır? Suyun dib hissəsində əlverişli temperatur yoxdur və gün işığı düşmür. Ona görə də orada bentos adlı canlılar yaşayır. Bentoslara hansılar aiddir? Dib balıqları, dəniz ulduzları, 2 taylı mollusklar və bəzi qurdlar. İndi 7-yə baxaq. Deyir ki, nekton orqanizmlərinə misal yazın. Əksər balıqlar, suda yaşayan məməlilər və kalmar kimi canlılar nekton orqanizmlərə aiddir. Onlar plankton və bentosdan daha fəaldırlar. 8-də deyir ki, planktonlar hansı mühitdə yaşayır? Onlar suyun üst hissəsində yaşayır, həm də suyun üst hissəsi əlverişlidir. Cavab C. 9-da deyir ki, qida zəncirində ilk pillədə hansı canlılar dayanır? Bayaq da qeyd etdiyimiz kimi produsentlər, yəni bitkilər. 9-da C. 10-da deyir ki, aşağıdakılardan hansı parçalayıcıdır? Bayquş, dovşan və qartal, bunlar konsumentdir. B, göbələk. Burada onda cavab B olacaq. Çünki göbələk redusentdir və redusentlər canlıları daha sadə maddələrə parçalayaraq istifadə edirlər. Ona görə cavab B. Bugünlük bu qədər. Sağ olun.